Dubayın ən dəbli və milyonlar qazandıran şokolad brendi ilə tanış olun. Fix Chocolate, bəs bu heyrətamiz biznes necə yarandı? Sara Hamuda hamiləlik dövründə unikal, zəngin və ləzzətli bir şokolad axtarırdı. İstədiyi şokoladı tapmayanda onu özü yaratdı. Şokolada olan böyük sevgisi və Dubayın dinamik ruhundan ilham alaraq 2017-ci ildə bu unikal brendi yaratdı. Başlanğıcda hər şey kiçik bir ideyadan başladı. Lakin bu sadəcə bir ləzzət deyildi. Bu, Dubay dəbdəbəsinin ən premium ingrediyentləri və bənzərsiz dizaynı özündə birləşdirən lüks bir brendə çevrildi. Fix Chocolate sürətlə Dubayın simvoluna çevrildi. Şəhzadələr, məşhurlar və minlərlə insan bu şokolada aşiq oldu. İnvestorlar yox, böyük büdcələr yox, sadəcə vizyon, cəsarət və keyfiyyət. Bu yanaşma inanılmaz nəticələr verdi. TikTokda viral olduqdan sonra Fix Chocolate sadəcə bir saat ərzində 30.000 sifariş qəbul etdi. Biznes sürətlə böyüdü. Dubayın dəbdəbəli həyat tərzi və fərqli dada olan tələbatı Fixi qısa zamanda sevilən bir brendə çevirdi. Cazibədar vizuallar, sosial mediada aktiv iştirak və unikal məhsul təqdimatı Fixi zirvəyə daşıdı. Bugün onun şokoladları sosial şəbəkələrdə milyonlarla izləyici qəlbini fəth edir. Ən lüks butiklərdə isə özünə layiqli yer tapır. Hal-hazırda Fix Chocolate böyük bir dəyərə sahibdir və Sara Hamuda biznesi durmadan inkişaf etdirir. Yeni dadlar, yeni məkanlar və beynəlxalq bazarlara çıxış gələcək hədəflər arasındadır. Maraqlıdır ki, bu uğurlu biznesin böyük hissəsi Sara Hamudanın şəxsi büdcəsi ilə qurulub. Beləliklə, sadə bir sevgi, böyük bir vizyon sayəsində Sara Hamuda Dubaydan dünyaya yayılan bir şokolad imperiyası qurdu.